Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. Son illərdə aktuallaşmaqda olan mövzulardan biri də İslam iqtisadiyyatı məsələsidir. Dünya maliyyə sistemində İslam qanunları əsasında fəaliyyət göstərən maliyyə qurumlarının sayı getdikcə artmaqdadır. Azərbaycanda da bu tendensiya müşahidə edilir. Ölkəmizdə də İslam qanunları əsasında fəaliyyət göstərən banklar açılır və yaxud adi bankların tərkibində İslam qanunları əsasında fəaliyyət göstərən sektorlar, yəni belə desək, İslam pəncərələri fəaliyyətə başlayır. Biz də bugünkü verilişimizi İslam bankçılıq sisteminə və onun əsas prinsiplərinə həsr etmişik. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Prezident yanında Strateji Araşdırmaları Mərkəzinin əməkdaşı Mahir Hümbətov və Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılıq qrupunun rəhbəri Bəhnam Qurbanzadədir. Mən sizi salamlayıram. Verilişimizdə sizi görməyə çox şadıq. Mahir müəllim, gəlin elə sizdən başlayaq. Tamaşaçılarımıza İslam iqtisadiyyatının əsas prinsiplərini qısa şəkildə izah etməyə çalışaq və İslam bankçılığın əsas qanunlarını izah edək. Buyurun. İslam maliyyə sistemi ümumiyyətlə təbii ki, İslami fundamental əsaslardan gəlsə də, baxmayaraq ki, ortaq nöqtələri kifayət qədər digər dinlərlə də birlikdə mövcuddur. Məsələn, bu İslam maliyyə sisteminin haram saydığı, məqbul saymadığı bir riba deyilən fəaliyyət növü var ki, sələm, buna ingiliscə usury adlandırırlar. Eyni ilə bu termini, usury terminini digər dinlərdə də artıq İslamdan öncə belə əhd-i ətiqdə, əhd-i cədiddə rast gəlmək mümkündür. Açıq şəkildə qeyd olunur ki, siz birisinə borc verərkən həmin borcu olduğu qədəri ilə geri ala bilərsiniz, ondan daha çox almayın. Yəni bir pul kütləsi ilə verdiyinizdə və yaxud da ki, siz əgər ona yaxşılıq etmək istərsəniz, o borcu onun geri qaytarmaq şansı, imkanı yoxdursa, ona hədiyyə etsəniz, bu sizin üçün daha şərəfli bir əməl sayılar. Və eyni ilə bu prinsiplər İslamda da öz əksini tapmışdır. Həzrəti Məhəmməd əleyhissalama Qurani Kərim nazil olduqdan sonra onun ayələrində açıq şəkildə bunlar göstərildikdən sonra Həzrəti Məhəmməd əleyhissalamın sünnəti öz sahabələri arasında atdığı addımlarda, təbii ki, o da bir ticarət, belə deyək, mahiri idi, Həzrəti Məhəmməd əleyhissalam. Ona görə bu prinsiplər daha geniş şəkildə tətbiq olunmağa başladı. Və bir tək riba üzərində formalaşmadan, bir tək onun haram sayılması ilə, belə deyək, fokuslaşmadan digər bir sıra amillər də nəzərə alındı. Məsələn, bu günlər İslam banklarının tətbiq etdikləri belə bir şey var ki, onlar kontraktlarda çox ciddi yanaşmalıdırlar. Məsələn, həm depozitorları, hansı ki, onlar İslam bankları onları depozitorlar adlandırmırlar, onlar investorlar adlandırırlar. Yəni, məsələn, ənənəvi bankçılıqda bizim anladığımız kimi hər sadə bir vətəndaşın banka yaxınlaşıb pul yatırması bu depozitor sayılır, əmanətçi sayılır. Amma İslam banklarında isə bu vətəndaş bir investor sayılır. Pul kütləsi az da ola bilər, çox da ola bilər, müxtəlif məbləğlərdə ola bilər. Bu bir investor sayılır. Yəni, bank isə bir agent rolunu oynayır ki, həmin investor, ənənəvi bankçılıqla desək, depozitor, əmanətçi bankla bir əqd bağlayır, bir müqavilə bağlayır və daha sonra həmin müqavilənin şərtlərinə müvafiq olaraq da həmin pul kütləsi müəyyən sektorlara yatırılır və yaxud da ki, müəyyən, necə deyim, kiçik orta sahib padkarlıq, daha böyük investisiyalar yatırılaraq gəlir, qazanc əldə edilir. Və yaxud da ki, məsələn, digər prinsiplərə əsasən həmin pul kütləsinin və yaxud da ki, həmin bankların, İslam banklarının əldə etdiyi pul vəsaitlərinin düzgün istiqamətdə, yəni həmin İslamın, şəriətin buyurduğu istiqamətlərdə xərclənməsi, investisiya kimi şəklində yatırılması təlqin edilir. Bu, məsələn, çox qəribə bir şey var ki, bayaqları mən əhd-i ətiqdən, əhd-i cədiddən misal gətirdim. Bugün Böyük Britaniyada Islamic Bank of Britain, belə bir Britaniyanın İslam bankı, belə bir qurum var, hansı ki, Britaniyada fəaliyyət göstərən real 5 İslam bankından biridir. Bu bankın müştərilərində, ipoteka müştəriləri arasında kifayət qədər sayda qeyri-müsəlmanlar mövcuddur. Hindlilərin, Çinlilərin və yaxud da ki, xristiyanların və yaxud da ki, yahudilərin bu tip banklara müraciət etməsi bir, belə deyək, təəccüb doğurmur insanda. Çünki bunlar buna hardasa öz dinlərinə daha çox bağlı olan insanlar iki aspektdən yanaşmır. Ya öz dinlərinə həqiqətən bağlı olur, öz dinlərinin təməl prinsiplərini gözəl şəkildə bağlı olan insanlar bilirlər ki, bunun İslamla heç bir təzadı, heç bir ziddiyyəti yoxdur əslində, təməl prinsiplərinin.
Ona görə də bunlar həmin İslam banklarına müraciət etməkdə bir meyilli olurlar. Eyni zamanda ikinci aspektdən isə bunlar İslam banklarının daha möhkəm, daha davamlı, krizdən xüsusilə son maliyyə böhranı, dünya maliyyə böhranından sonraki dövrdəki fəaliyyətini daha möhkəm görərək, belə deyək, İslam bankları ilə çalışmağa üstünlük verirlər. Şahidi olduğum bir situasiyanı sizə deyim. Kriz dönəmində Böyük Britaniyada insanlar küçəyə axışmışdılar və öz işsizliyin artması, bir çox insanların işdən kənarlaşdırılması, maaşların vaxtında verilməməsi problemləri qalxmışdı. Yəni şükür Allaha ki, Azərbaycanda belə bir problemlər olmamışdı. O zaman insanların arasında bir neçəsinin əlində belə deyək, bir plakatlar gəzdirdim və gördüm və bu plakatların üzərində ingilis dilində belə bir yazı yazılmışdı. Onu Azərbaycanla tərcümə etsək, mən müsəlmanların etdiyi bankçılıq sistemi kimi ölkəmdə bir bankçılıq sisteminin olmasını istəyirəm. Belə bir ifadə var idi. Yəni biz artıq qeyri-müsəlman və həmin vətəndaşlar da, insanlar da, yəni görkəm baxımından, şəkil baxımından heç də belə deyək də müsəlman deyildilər və onlarla da sonra intervyu və s. olanda da mən tam onları dinlədiyimə görə başa düşdüm ki, bunların belə deyək də heç də o dərəcədə də İslam barəsində o qədər də ətraflı məlumatları yoxdur. Sadəcə olaraq bir balaca İslam maliyyəsi barəsində məlumatlanıblar və görürlər həqiqətən bu faydalıdır cəmiyyətləri, insanları, ölkələri üçün və onun tətbiq olmasını artıq ölkədən tətbiq edir. Yəni bu İslam bankçılığının daha proqressiv olduğunu onlar hiss ediblər. Mən mənim söhbətə qoşulmağınızı istərdim. Gəlin dünyanın bugünkü mənzərəsinə nəzər salaq. Mahir müəllim İslam bankçılığının prinsipləri barədə bir qədər danışdı. Mən bugünkü dünyada, müasir aləmdə İslam bankçılığının vəziyyəti barədə sizin fikirlərinizi öyrənmək istərdim. Ümumiyyətlə, dünya maliyyə şəbəkəsində İslam bankçılığı hansı çəkiyə malikdir və gələcəyi nə cür görürsünüz? Buyurun. Bu doğrudan da bizim ən yaralı yerimizdir. Nəyə görə ki, yəni ki, İslam bank sahəsində fəaliyyət göstərən mütəxəssislər hər dəfə görüşəndə, yəni ki, ümumi dünya bank sektorun cəmi deyək ki, aktivların götürür və bu İslam bankçılığı müqayisə edir. Bugünkü gündə ümumi bank sisteminin deyək ki, belə ümumi aktivləri 100 trilyon dollar civarındadır və təkcə 1,2 trilyon dollar, yəni ki, İslam bankçılığın hissəsidir. Yəni ki, 1% deyək ki, belə. Amma həmin bu 1% addımlara baxaraq, yəni ki 2008-ci, 2007-ci ildən başlayaraq, yəni ki sürətli halda inkişaf edir və hətta bu böhran zamanında, yəni ki öz əksini də tapıb ki, yəni ki ildə 50, 60, 100%-ə qədər, yəni ki İslam bankçılığının inkişafı, yəni ki addımları atır. Yəni ki əgər biz 2007-yə baxardıq, 2008-ə baxardıq, ki 700-650 milyon çərçivəsində olan bir ümumi aktivlar idi. Bunun da əsas fəaliyyəti deyək ki 5-6 dənə ölkəyə aid edə bilərdi. Amma bugünkü gündə bu artıq 1,2 trilyonu keçib. Artıq bugünkü gündə İslam bankları ümumi bank sistemində öz sözünə malikdirlər. Deyək ki Qatarın banklarıdır, Birləşmiş Ərəb Əmirliklərinin banklarıdır, Malayziya banklarıdır, İngiltərə banklarıdır. Artıq Avstriyada birinci niyyəti və söz deyib ki, bizə də maraqlıdır, biz də başlamaq istəyirik. Almaniyanın parlamentində artıq birinci təkliflər olunub ki, İslam bankçılığı tətbiq olunsun və orada mövcud olan türk diasporası öz bankından yəni ki, bəhrələnə bilsin. Digər tərəfdən, yəni ki, MDB ölkələri, Azərbaycandır, Qazaxıstandır, Tataristandır, Amerikanın müsəlman cəmiyyətidir. Yəni ki, dünyada artıq bunun adı çıxıb və dünyada artıq İslam bankçılığı inkişaf edir. Nəyə görə ki, yəni ki qeyd etdik, bugünkü gündə İslam bankçılığı əsas 4 prinsip əsasında fəaliyyət göstərir. Yəni ki, bu ribadır, yəni ki, pul satıla bilməz, pul əsas vəsait deyil. İkinci, haram işlərə nə sərmayə, nə pul cəlb oluna bilməz. Yəni ki, alkoqoldur, donuzçuluqdur, bəzi məzhəblərdə tütündür, eyni zamanda bu kazino oyunlarıdır, qumar oyunlarıdır. Üçüncü, maisirdir, yəni ki, spekulyasiya ola bilməz. Yəni ki, mənim əlimdə olan məhsul, yəni ki, sırf bazara uyğun olan satılmalıdır. Yəni ki, biz süni monopoliya yarada bilmərik.
Və dördüncü məsələ qəraradır. Yəni ki, heç bir bağlı iş olmamalıdır. İki dənə tərəf arasında sırf təmiz münasibətlər olmalıdır. Şəffaflıq olmalıdır. Yəni ki, mən 1 kilo düyü satanda bu 1 kilo düyü olmalıdır. Onun içində 100 qram deyək ki, daş olmamalıdır. Eyni zamanda da qiymət tətbiq olanda mən sırf başa düşməliyəm ki, mənim qabağımda müştəri yox. İslam bankçılığı və İslam iki tərəflər arasında sırf tərəfdaşlıqdır. Bu yəni ki, müştəri ilə və satıcı münasibətləri deyil. Yəni ki, mənim qabağımda tərəfdaşımdır. Mənim deyək ki, həmkarımdır. Və mənim münasibətim belədir ki, yəni ki, mən halal alver edirəm, halal pul qazanıram. Yəni ki, əsas bu 4 dənə amildə nəyə gəlir? Yəni ki, Peyğəmbər əleyhissalamın sünnətinə və halallığa. Və inanırıq ki, bu 4 əsas halal prinsip üzərində qurulmuş bir iqtisadiyyat da getdikcə inkişaf edəcək. Növbəti süjeti sizə elan etmək istərdim. Biz İslam dinində halal ruzinin və halal qazancın əhəmiyyəti barədə müqəddəslərimizin hədislərindən ibarət bir blok hazırlamışıq. Gəlin indi birlikdə müqəddəslərimizin dilindən çıxmış həmin kəlamları, halal ruzu haqqında deyilmiş kəlamları birlikdə dinləyək. İslam müqəddəsləri halal ruzi haqqında buyurublar. İbadət 10 hissədirsə, bunun 9-u halal ruzi axtarmaqdır. Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs Allah yolunda cihad etmiş kimidir. Allah Teala öz bəndəsini halal ruzi qazanmaq yolunda yorulmuş vəziyyətdə görməyi sevər. Halal ruzi qazanmaq hər bir müsəlman kişiyə və qadına vacibdir. Öz əlinin zəhməti ilə çörək yeyən şəxs qiyamət günündə yandırıcı odun üstündəki Sirat körpüsündən ildırım sürəti ilə keçəcək. Allah Teala əlinin zəhməti ilə çörək yeyən şəxsə mərhəmət edər və heç vaxt ona əzab verməz. Öz ailəsinin xərcini təmin etməyən kəs Allahın lənətinə layiqdir. Qılınc vurmaq halal ruzi qazanmaqdan daha çətindir. Haram yeyib sonra ibadət etmək qumun və ya suyun üzərində bina tikmək kimi faydasızdır. Bir haram tikədən imtina etmək Allahın nəzərində 2000 rükət müstəhəb namaz qılmaqdan daha üstündür. Qur'an-ı Kərimdə haram elan edilmiş əməllərdən biri də sələmçilikdir. Bəqərə surəsinin 278-ci və 279-cu ayələrində buyurulur. Ey möminlər! Əgər doğrudan da iman gətirmisinizsə, Allahdan qorxub, sələmdən gələn gəlirdən vaz keçin. Əgər bunu etməsəz, o zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin. Yox, əgər tövbə etsəz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdədirsə, vəziyyəti yaxşılaşıncaya qədər ona möhlət verin. Əgər bilmək istəyirsinizsə, borcu ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır. İslam müqəddəsləri sələmçiliyin haram olmasının səbəbini belə izah etmişlər. Əgər sələm halal olsaydı, insanlar ticarəti və dolanışıq üçün qazanc dalınca getməyi tərk edərdilər. Allah Teala sələmi haram etdi ki, insanlar haram yeməkdən əl çəkib ticarətə, alış-verişə üst tutsunlar və mallarının artığını bir-birinə borc versinlər, bir-birinə yaxşılığı əsirgəməsinlər. Ən çirkin qazanc sələmdir. Allah Teala sələm alana, sələm verənə, onu qeyd edənə və onun şahidlərinə lənət edir. Dinin hökmlərini bilmədən ticarət və qazancla məşğul olan şəxs özünü sələmin uçurumuna atmış olar. Mahir müəllim, tamaşaçılarımızı çox maraqlandıran bir suala sizə ünvanlamaq istərdim. Nəzərə alsaq ki, bizi izləyən tamaşaçılarımızın heç də hamısı sırf iqtisadiyyat və maliyyə məsələlərində mütəxəssis deyirlər. Onları çox sadə bir sual maraqlandırır ki, İslam bankları hansı fəaliyyət prinsipi əsasında işləyirlər? Yəni, burada hər iki tərəfin qazancı nədən ibarət olur? Onlar öz belə deyək, maliyyə yatırılan şəxslərə hər hansı bir faiz, hər hansı bir qazanc verirlərmi? Əgər İslamda riba və sələm haram sayılırsa, onda həmin banklara pul yatıran şəxslərin və yaxud şirkətlərin qazancı nə cür dəyərləndirilir və həmin pullardan həmin bank nə cür istifadə edir ki, özü də qazanc əldə etsin? Çünki bankın özünün də fəaliyyəti üçün müəyyən bir vəsait lazım olur. Bax, bu məsələyə gəlin bir qədər aydınlıq gətirir. İslam maliyyə sistemində artıq belə deyək, bugünə qədər formalaşdırılmış bir sıra alətlər mövcuddur.
təbii ki, alətlərin sayı bununla məhdudlaşmır. Günbəgün artmaqdadır. Çünki maliyyə sistemi, bankçılıq sistemi, sığorta sistemi inkişaf etdikcə bir sıra yeni instrumentlərdən də istifadə etmək, onları innovativ şəkildə ona yanaşmaq, xüsusilə də ənənəvi bankçılıq sistemində bu artıq belə deyək, illərdir mövcud olmuşdur, amma yeni bir embrionik formada olan İslam bankçılıq sistemində bu metod xüsusilə tətbiq olunmalıdır. Yəni innovativ şəkildə yeni instrumentlər yaradılmalıdır. Məsələn, murabahadır, mudarabıdır, muşarakadır, icaradır, sukukdur, bay-salamdır, bu və s. instrumentlər, bu adlar ilk növbədə belə deyək, çətin gələ bilər müəyyən qeyri ərəb dilini bilməyən müəyyən mütəxəssislərə, insanlara. Əslində buna öyrəşmək çox asandır, çünki investor sözü də, depozit sözü də, elə bank sözünün özü də belə deyək, bizim dillərə sonradan keçmiş sözlərdir. Əsas mühüm olan buna görə bu instrumentlərin mahiyyətini anlamaq lazımdır ki, bu mahiyyət də bir neçə prinsiplər üzərində qurulur əsas etibarilə. Bu prinsiplərdən birincisi təbii ki, o halal-haram çərçivələri qorunmaq şəkli ilə. Birinci prinsip məsələn icara prinsipidir. Yəni bir nəfərin digər nəfərə hər hansı bir mülkü, hər hansı bir belə deyək vəsaiti, hər hansı bir əseti icarəyə verməsi şəklində və icarənin ödənilməsi şəklində olan bir belə deyək istiqamətdir. Hansı ki, burada faktiki olaraq real bir dövriyyə vardır. Yəni pulla pul satışı olmur. Hansı ki, bu halal deyil İslamda və əsas elə riba və faiz anlamının haram buyurulduğu isə də elə puldan pul əldə olunması məsələsidir. Yəni pulla pul arasında mütləq formada bir real iqtisadiyyatın inkişafına təsir göstərə biləcək bir istehsalat, bir hər hansısa bir dövriyyə, hər hansısa bir sövdələşmə mütləq formada daxil olur. İkinci bir məsələ alış-veriş üzərində qurulan bir maliyyə instrumentləri ola bilər. Məsələn, bank bir agent kimi hər hansı bir müştərinin, hər hansı bir investorun, hər hansı bir belə deyək depozitorun müxtəlif yanaşmalardan, aspektlərdən desək, sifarişi ilə istənilən belə deyək texnikanı, istənilən hər hansı bir zavodun tikilməsi üçün və yaxud da ki, müəssisənin açılması üçün belə deyək, hər hansı bir yeni bir investisiya obyektinin fəaliyyətə başlaması üçün müvafiq lazımi əşyaları, ləvazimatı ala bilər və kontrakt əsasında onu yenidən sata bilər, həmin onu tələb edən müştəriyə. Bu başqa növbəti bir prinsipdir. Başqa bir prinsip məsələn zərərin və xeyrin paylaşdırılması prinsipidir. Məsələn, bir nəfər mövcuddur, hansı ki, onda pul kütləsi mövcuddur həmin insanda, amma digər bir insan var ki, həddindən artıq ziyalı, həddindən artıq savadlı, təhsilli və innovativ bir insandır, amma onda pul kütləsi yoxdur. Və bankın, İslam bankının əsas belə deyək, rolu ondan ibarət olmalıdır ki, o pulu investisiya vəsaiti olan vətəndaşla innovativ bir ideyası, fikri, hər hansı bir sahibkarlıq təşəbbüsü olan insanın bir araya gətirilməsi. Bəhnam müəllim, məlumdur ki, son dövrlərdə, son illərdə dünya çox böyük bir iqtisadi böhran yaşadı və bəzi ölkələrə bu iqtisadi böhran çox ağır zərbə vurmuş oldu. İslam iqtisadiyyatının, İslam bankçılığının bu böhrana qarşı hər hansı bir belə deyək, immuniteti, hər hansı bir buna qarşılıqlı bir tədbiri varmı? Yəni bu cür böhranlar, bu cür iqtisadi çətinliklər İslam iqtisadiyyatına təsir göstərə bilərmi? Ümumiyyətcə, böhranın deyək kökünə getmək lazımdır. Böhranın problemi nədir? Böhranın ən böyük problemi o oldu ki, süni layihələrin maliyyələşdirməsi, süni alış-veriş. Yəni ki, ortada heç bir əsas vəsait olmaya, yəni ki, kağız pulların və virtual pulların alıb satılması.
Biz bəzi məsələlərə də baxmışıq, yəni ki, oxuyanda, yəni ki, və öz araşdırmalarımızı aparanda bunun ən böyük problemi Avropa bir gün yaşayır, Amerika bir gün yaşayır ki, əsas vəsait olmadan ticarət getdi. Və bu ən böyük bir problemdir. İslam bankçılığı nəyə görə bugünkü gündə belə bir problemlərə rastlaşmır? Hər bir, yəni ki, İslam bankçılıq müqaviləsinin deyək ki, bünövrəsi, əsası real aktiv olmalıdır. Yəni ki, əgər mən bir bank kimi bugün müştərimi maliyyələşdirirəm və ona deyək ki, 50 minlik o maşın alır, yaxud da ev alır, mən öz müştərimə sırf 50 mini verib, deyim ki, gəl bu sənə 50 min, sən mənə 55 mini qaytararsan, get özün üçün ev al. Yəni ki, mən belə bir əməliyyat apara bilmərəm. Mənim əsas fikrim nədir? Bir bank şirk kimi və eyni zamanda da bir mütəxəssis kimi və bugünkü təcrübəyə malik olan bir insan kimi. Bugünkü gündə bank, həmin şirkət müqavilə bağlayır, deyək ki, salondan, həmin maşını alır və həmin də maşını satır öz müştərisinə. Ortada maşın var, aktiv var. Evi alır, satır, icarəyə verir. Və həmin bu xırda deyək ki, məsələlər üzərində ümumi iqtisadiyyata baxmaq olar. Bugünkü gündə dünya bankları nəyə görə problem yaşayırlar? Onlar pulları cəlb edirlər, müştəri bilmir onun pulu hardadır və həmin pullar da təkcə bank tərəfindən idarə olunur və müştəri evdə oturur, deyir ki, mən ildə axırda gələcəm, bir dəfə faizimi götürüb gedəcəm evə. Heç mənə maraqlı deyil, bu bank nə ilə məşğuldur. Amma İslam bankı belə deyil, yəni ki, mən cəlb eləyən deyirəm ki, mən səndən 10 mini cəlb eləmişəm və sənin 10 minin mənim 1 milyonluq leasing portfelimdə öz yerini tapıb. Və sənin də qazancın sonunda mənim 1 milyonluq leasing portfelim deyək ki, 100 min qazandı. Sən həmin 100 mindən sənin, yəni ki, tərkib hissənə, sənin deyək ki, qoyduğun sərmayə uyğun olaraq sən də pul qazanacaqsan. Yəni ki, biz burada riskləri bölürük. Və həmin də bu risklərin bölünməsi Əli əleyhissalamın gözəl bir hədisində qeyd olunur Nəhcül Balağada. Deyir ki, müsəlmanların arasında olan ticarət və arasında deyək ki, risklərin bölünməsi gözəl bir addımdır. Yəni ki, hər kəs, yəni ki, bir-birindən deyək ki, sırf müştəri, yenə də deyirəm, müştəri satıcı alıcı formasında deyil. Yəni ki, biz öz aramızda həmkarıq və biz öz aramızda deyək ki, bir işə malik olan iki dənə tərəfi. Və burada əsas iki müsəlmanın bir-birinə arxayın olması və bir-birinə etimad göstərməsi prinsipi əsas yerdə durur. Çünki hədislərimizdə buyurulur ki, müsəlman müsəlmanı aldatmaz, müsəlman müsəlmana xəyanət etməz, müsəlman müsəlmanın pisliyini istəməz. Növbə gəlib çatdı bizim sual-cavab rubrikamıza. Biz tamaşaçılarımıza maraqlandıran suallardan birini hər dəfə ekspertlərimizdən birini ünvanlayırıq və bugün yeni doğulmuş uşaq üçün nə etmək lazımdır? Şəriətə uyğun olaraq həmin uşaq üçün valideynləri və ailə üzvləri nə etməlidirlər? Bu sualı deməli, ilahi elmləri üzrə fəlsəfə doktoru Elşad Mahmudov cavablandıracaq. Gəlin birlikdə Elşad müəllimin həmin suala cavabını izləyək. Peyğəmbərimiz yeni dünyaya gələn uşağın ilk öncə sağ qulağına azan oxumuşdur, sol qulağına da iqamə gətirmişdir. Səhabələr rivayət edir ki, Əhl-i Beytin mühüm nümayəndəsi və Peyğəmbərimizin sevimli nəvələrindən biri Həzrət Həsən dünyaya gəldiyi zaman Peyğəmbərimiz onun sağ qulağına azan oxumuşdur, sol qulağına da iqamə gətirmişdir. Sahabələrdən birinin övladı dünyaya gəlir və o övladını Peyğəmbərimizə gətirir xeyir-dua almağa. Peyğəmbərimiz ona əmr edir ki, xurma gətirsin və Peyğəmbərimiz xurmanı öz mübarək ağızlarında əzir və körpənin ağzına sürtür ki, körpə o xurmadan dadsın. Alimlər deyir ki, həm xurmadan körpənin dadması çox önəmli bir məsələdir, Peyğəmbərimizin sünnəsidir. Eyni zamanda əgər xurma olmazsa, müəyyən şirniyyatın da uşağa daddırılması tövsiyə edilir. Peyğəmbərimiz yeni dünyaya gələn uşaqlar üçün qurban kəsmişdir. Bu əlbəttə ki, hər bir ata-ana üçün gözəl bir gün olduğuna görə və Allahın onlara gözəl bir övlad, sağlam bir övlad bəxş etdiyinə görə Allaha təşəkkür olaraq, Allaha yaxınlaşmaq üçün, Allah rızası üçün qurban kəsilir ki, bu qurbana da biz əqiqə deyirik, əqiq qurbanı deyirik. Bu da tövsiyə edilən əməllərdən biridir və bizə gələn xəbərlər arasında görürük ki, Peyğəmbərimizin sevimli nəvələri dünyaya gəldiyi zaman, Həzrət Həsən və Həzrət Hüseyin dünyaya gəldiyi zaman Peyğəmbərimiz əqiq qurbanı kəsmişdir. Hərəsinin adından Allah üçün əqiq qurbanı kəsmişdir. Əqiq qurbanının hökmü digər qurbanlar kimidir. Yəni İsmail qurbanı ilə demək olar ki, hüquqi, fiki olaraq eyni hökmü daşıyır. Sadəcə olaraq əqiq qurbanının ətini ailə istədiyi şəkildə
verə bilir, istəyərsə onunla ziyafət tərtib eləyir, istəyərsə onu özü saxlayar, özü faydalanar və ya istəyərsə onu ətrafında ehtiyacı olan insanlara verə bilər. Yeni dünyaya gələn uşaqla bağlı digər mühüm hadisə ona ad qoyulmasıdır və istər dini olsun, istər milli olsun, gözəl məna ifadə edən adların qoyulması da dinimiz tərəfindən tövsiyə edilir. Yeni dünyaya gələn uşaqla bağlı bir digər məsələ tövsiyə edilir ki, onun 7-ci günü saçının qırxılması və ya kəsilməsi və o əldə olunan saç qədər gümüş və ya qızılın sədəqə verilməsi çox mühüm məsələlərdən biridir. Verilişimizin sonuna yaxınlaşırıq. Mən istərdim ki, bugün Azərbaycanda İslam bankçılığı sektorunda mövcud vəziyyətlə bir qədər tanış olaq. Mahir müəllim, gəlin elə bu barədə siz məlumat verən tamaşaçılarımıza Azərbaycanda son illərdə İslam bankçılığı sahəsində hansı uğurlar əldə edilib və mövcud vəziyyəti necə dəyərləndirirsiniz? İlk öncə Azərbaycan İslam İnkişaf Bankı qrupuna üzv olduqdan sonra dövlətimiz tərəfindən bir sıra İslam formalı, belə deyək də, İslam maliyyə prinsipləri üzərində qurulmuş kreditlər əldə olunmuşdur. Hansı ki, bunun tərkibinə icara instrumenti altında olan, istisna instrumenti altında olan bu tip maliyyə vasitələrindən istifadə etməklə dövlətimiz ölkəmizdə bir sıra sahələrə, təhsil sahəsinə, yolların bərpası, su kanallarının bərpası, irriqasiya sistemlərinin bərpası, çəkilişi, enerji sistemlərinin bərpası, çəkilişi ilə, təmiri ilə bağlı və s. və ilaxır dövlət sahəsində, dövlət sektorunda bu tip layihələr həyata keçirməyə başlamışdır. Eyni zamanda İslam İnkişaf Bankı qrupunun tərkibində bir neçə qurumlar mövcud olduğu üçün İslam İnkişaf Bankının özü birbaşa dövlətlərlə çalışır. Amma bundan əlavə onun özəl sektorla çalışan da bir qolu mövcud olmuşdur ki, bunun da adı belə gedir. ICD gedir ingilis dilində, bu gedir Islamic Corporation for the Development of the Private Sector. Yəni özəl sektorun inkişafı üzrə İslam korporasiyası. Bu sahədə də özəl sektorla bağlı bir çox əməliyyatlar həyata keçirilmişdir ki, bizim yerli banklara, 7-dən artıq bizim yerli, dövlət və özəl banklara kredit xətləri ayrılmışdır. Həmin bu maliyyə sistemi vasitəsilə və bu maliyyə sistemi vasitəsilə həmin kredit xətləri ayrıldıqdan sonra təbii ki, həmin prinsiplərə riayət etməklə həmin kredit xətlərinin insanlara, xüsusilə də kiçik və orta sahibkarlıq sayəsində çatdırılması təlqin olunmuşdur. Bundan başqa İslam İnkişaf Bankı qrupunun başqa bir qurumu da var ki, bu İslam Təlim və Tədqiqatlar İnstitutudur. Bu da eyni zamanda həm dövlət, həm özəl sektoru ilə, məsələn bizim Azərbaycan Dövlət İqtisad Universiteti ilə, Bakı Dövlət Universiteti ilə, Bakı Dövlət Universiteti ilə 2000-ci ilin əvvəllərindən etibarən, təqribən 2000-2001-ci illərdə ilk dəfə olaraq, İqtisad Universiteti ilə isə 2006-cı ildən etibarən sıx əməkdaşlığa başlamışlar və hər il bu sahədə İslam iqtisadiyyatı, maliyyəsi, bankçılığı, sığortası sayəsində bir həftəlik seminarlar keçirilir ki, həmin belə deyək, İslam Təlim və Tədqiqat İnstitutunun dəstəyi ilə orada həm nəinki Azərbaycandan yerli kadrlar, həmçinin də Orta Asiyadan, keçmiş postsovet məkanından bu sahə üzrə çalışan və yaxud da ki, bu sahəyə maraq göstərən insanlar cəlb olunurlar. Azərbaycanda Xəzər Beynəlxalq İnvestisiya şirkəti yaradılmışdır. Eyni ilə həmin İslam İnkişaf Bankı qrupunun bir özəl sektorla çalışan bir qurumu tərəfindən və eyni zamanda çox gözəl bir xüsusiyyətdir ki, həmin qurum bunu tək olaraq yaratmamışdır. Bizim səhmlərinin əsasən dövlətə məxsus olduğu Azərbaycan İnvestisiya şirkəti ilə müştərək şəkildə yaratmışdır. Və daha sonra isə belə deyək, həmin ikili müştərək şəkildə yaradılmış bu investisiya fonduna digər Orta Şərqdən, Cənub-Şərqi Asiya ölkələrindən bir sıra investisiya şirkətləri həm individual şəkildə fiziki şəxs qismində, həm hüquqi şəxs qismində cəlb olunmuşlar və hal-hazırda da fəaliyyət göstərirlər. Ölkəmizdə də bir sıra onların kiçik orta sahibkarlıq sahəsində bir sıra uğurları və layihələri vardır. Başqa bir layihə, uğurlu bir layihə leasing sahəsindədir. İslam maliyyəsi terminologiyası ilə desək, icara sahəsindədir. Hansı ki, bu
Ansar Leasing adı ilə, yəni İslam özəl sektorun dəstəyi üçün İslam Korporasiyasında belə adla gedir. Ansar Leasing təşkilatının yaradılması olmuşdur və baxmayaraq ki, böyük bir miqdarda leasing şirkəti üçün böyük bir miqdarda bir kapitala sahib olmasına baxmayaraq, Ansar Leasingin artıq kapitalı da bitmiş və onun yenidən kapital artırılması məsələsi və yaxud digər instrumentlərlə belə deyək, instrumentlərə əl atması məsələsi də gündəmə gətirilmişdir. Bəhnam müəllim, sizin çalışdığınız qurumda da, Azərbaycan Beynəlxalq Bankında da İslam pəncərəsi fəaliyyət göstərir və siz də həmin qurumun, həmin qrupun, belə deyək, rəhbərisiniz. Bax, bunun fəaliyyəti haqqında bir qədər tamaşaçılarımıza məlumat verin və vətəndaşlarımız həmin bu qrupun, həmin bu sektorun, yəni İslam pəncərəsinin xidmətlərindən hansı şəkillərdə istifadə edə bilərlər? Keçmiş Sovet ölkələr arasında ilk öncə İslam İnkişaf Bankının xəttini cəlb edən və layihəsi maliyyələşdirən sırf Azərbaycan olub, Azərbaycan Beynəlxalq Bankı olub və həmin fəaliyyət də bizdə 2003-cü ildə, yəni ki, başlanılıb, bazarı araşdırmışıq, həmin xəttləri araşdırmışıq və 2004-cü, 2005-ci illərdə ilkin layihəni maliyyələşdirmişik Azərbaycanda. Bundan sonra, yəni ki, 2004-dən, 2005-dən sırf 2009-cu ilə qədər, yəni ki, tədris işləri gedirdi, araşdırma işləri gedirdi, bazarları araşdırırdıq. Yaxın Azərbaycana yaxın olan dövlətlər, yəni kim İslam bankçılığını artıq tətbiq edib, onların fəaliyyətini araşdırırdıq. Yəni ki, tamasa girmişdi, əlaqələrimiz var idi və ondan sonra xəbəriniz bu dünya iqtisadi krizisi ortaya çıxdı və biz hiss etdik ki, İslam bankları, İslam maliyyə strukturları bu dövlət böhranından daha da, yəni ki, immunitetləri var. Bunlar qorunurlar. Bankçılıq üçün həmin model bugünkü gündə, iqtisadi böhran günündə ən deyək ki, köməkçi və ən uyğun bir modeldir. 2009-cu ildən artıq Beynəlxalq Bankın nəzdində fəaliyyət göstərən strateji araşdırmalar qrupu var idi və dünyanın iqtisadiyyatını, dünyanın bankçılığını biz araşdırırdıq və İslam bankçılığı artıq bizə maraqlı gəldi. Maraqlı gəldi və işçi qrupu yaradıldı və həmin də işçi qrupu fəaliyyətə başladı. Fəaliyyətə başlayaraq ilk öncədən Azərbaycan qanunvericiliyini başladıq araşdırmağa. Yəni ki, bugünkü gündə biz nə edə bilərik, biz nəyə təqdim edə bilərik və bugünkü gündə həmin o qanunvericiliyin boşluqları nədən ibarətdir. Və Azərbaycanın qanunvericiliyi, yəni ki, Beynəlxalq Bankın fəaliyyəti bəzi məhsulları və bəzi xidmətlərin tətbiqinə icazə verir. Yəni ki, qanunvericiliyi pozmayaraq və İslam bankçılığının xüsusi, deyək ki, deyə bilmərəm ki, təm şəkildə, amma məhdudlaşdırılmış bəzi məhsulları və xidmətlərin tətbiq edə bildik və artıq təqdimatını da etdik. Bugünkü gündə cəmaatın və cəmiyyətin arasında İslama aid olan, yəni ki, məlumat, İslama aid olan adət-anə Azərbaycanda qorunub. Və bu da biz üçün çox gözəl bir növrədir. Yəni ki, insanları bugünkü gündə İslam bankçılığının təməlini, onun dəyərlərini çatdırmaq daha da yüngüldür. Azərbaycan bugünkü gündə çox, deyək ki, irəli baxaraq bizim dövlət universitetimizdə Mahir müəllim qeyd etdiyi kimi, bizim iqtisadi universitetimizdə, digər bankların nəzdində, deyək ki, banklar tərəfindən aparılan maarifləndirmə, məlumat işlərinə görə Azərbaycan addımlayır. Və bugünkü gündə bu müşahidə olunur. Yəni ki, Azərbaycanın adı bugünkü gündə Beynəlxalq İslam Bankçılıq qəzetlərində xallanır. Azərbaycan Beynəlxalq Bankın fəaliyyəti, bu Qatar dövlətində Törəmə Bankın açılması, Dubayda nümayəndəliyin açılması, deyək ki, 60 milyona yaxın Fars körfəzi, yəni ki, İslam İnkişaf Bankından, İslam İnkişaf Bankının özəl sektorun maliyyələşdirməsi şirkətindən cəlb olunmuş vəsaitlər, artıq Azərbaycan iqtisadiyyatına qoyulmuş vəsaitlər, sərmayələr öz yerini tutub. Yəni ki, bugünkü gündə biz küçəyə çıxsaq, 10 nəfər adamdan sorursaq ki, İslam bankçılığı nədir? Ən azından 10 nəfərdən 2 nəfəri buna cavab verə biləcək. Və bugünkü gündə bu Azərbaycan dövlətinin Azərbaycanda mövcud olan şirkətlərin, bankların roludur. Azərbaycanda bugünkü gündə əsas iş qanunvericilik, maarifləndirmə və tədris tərəfi aparılmalıdır. Yəni bugünkü gündə biz
İslam bankçılığına mən şəxsən ona bir deyək ki, bank işi kimi yanaşıram. Təbii ki, bunun dini aspektləri var. Bunun dini təbii ki, yəni ki, bu olmaz. Təməl budur. Təməl budur və təməli də çox gözəldir. Təməl deyək ki, qabaqcadan qoyulub, təməl qorunur və təməl pozulmur. Bugünkü gündə Azərbaycanın iqtisadiyyatı qorunmalıdır. Bugünkü gündə bu dövlət yəni ki, addım inkişaf edir. Dünyada öz sözünü deyir. Yəni ki, balaca dövlətə baxmayaraq öz sözünü deyir və bu iqtisadiyyatı daha da gücləndirmək lazımdır. Və sırf İslam bankçılıq modeli iqtisadiyyata gözəl bir köməklik göstərə bilər. Ümumiyyətcə bizim ümumi iqtisadiyyatımızı beynəlxalq bazarında, beynəlxalq deyək ki, bazarlarında adımızı daha da yüksəldəcək. Bu da ki, nəyə görə çox gözəldir? Bizim geografi geopolitikamıza görə, yəni ki, aramızda olan ölkələr, Azərbaycan bir gün Asiyanı, Avropanı birləşdirə bilər. Sırf deyək ki, maliyyə bir mərkəzi kimi və gələcəkdə də həmin mərkəzin fəaliyyətinə görə, yəni ki, bizim banklarımız da öz sözünü deyə bilərlər. Mən sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Maraqlı söhbətinizə görə çox sağ olun. Çox sağ olun. Hər kəsin öz maliyyə vəsaitini hər hansı banka yatırması onun öz şəxsi işidir. Bu barədə heç kəsin fəaliyyətini məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Lakin bir məsələni gəlin unutmayaq. Qazandığımız və xərclədiyimiz hər qəpik haqqında və şərikli olaraq qurduğumuz hər bir iş haqqında qiyamətdə Allah qarşısında mütləq cavab verəcəyik. Allah amanında.